Salam. Bugün istedim hem abituriyentlerimiz için hem de MİQA hazırlaşan müəllimlərimiz için bir maraqlı məsələnin fərqli üsulla həllini göstərim. Məncə bu il MİQA-da düşmüşdü belə bir məsələ. Düzgün dördbucaqlı piramidasında Otçacağın təpəsindən qarşı üzə qədər məsafə. Bu hardasa başqa kitablarda da var. Bu müxtəlif üsullarla həll edirlər. Yəni iki dənə piramida ayırırlar. Həcmə görə tapa bilirlər, həcmə, hündürlüyə görə. Hər müxtəlif üsullarla həll var. Amma əvvəllər biz istifadə edərdik koordinatlar metodu ilə, həm də təkrar olsun. Kimələrsə kömək olar, faydalı olar diye istedim bugün bunu paylaşam. Tutaq ki mən bunu bir koordinat başlangıcı, yani düzgün dördbucaqlıdırsa kvadratlı, kvadratın simmetriya mərkəzini, yəni diagonala kesişmə nöqtəsini koordinat başlangıcı qəbul edərək bunu bir y oku kimi, bunu y oku, bunu x oku ve bu hündürlüğü de z oku kimi, aplikat oku kimi, absis, ordinat, aplikat okları kimi təsəvvür etsək. Eğer kvadratın tərəfi 3-dürsə, diagonal 3/2'dir və sözsüz ki, mərkəzdən yarısı burada olacaq, yarısı bu tərəfə gedəcək. Demək, bura x okunun mənfi tərəfi olacaq. Bu C nöqtəsinin koordinatı olacaq mənfi 3/2 bölünsün 2, 0, 0. A nöqtəsinin koordinatı olacaq 3/2 bölünsün 2, 0, 0. Ondan sonra bize lazımdır D nöqtəsinin koordinatı. D nöqtəsinin koordinatı olacaq x-i 0, y-i 2'də 3/2, z-i 0. Müsbət istiqamətidir. Bu hündürlüğü 2 olduğuna göre, yani misalın şərtində piramidanın hündürlüğü 2 santimetre verilir. Bilmiyorum, burada yazmadım. Yer çok tutmasın. Böyle buranın da x'i, S nöqtəsində x-i 0, y-i 0, z-də 2. Koordinatı 2 olacaq. Biz artıq çox rahatlıqla 3 nöqtəyə görə müstəvinin tənliyi yaza bilərik. Yəni bu müstəvinin, yəni S, D, E, C müstəvisinə bir tənliyi yaza bilərik. Bu görkəmci müstəvinin tənliyi yaza bilərik. 3 nöqtə varsa müstəvinin tənliyi x bölünsün bu nöqtənin absisi elə bir. Yəni bir absis yazacağım. Mənfi 3/2 bölünsün 2. Üstə gəlsin y bölünsün bu nöqtəni 3/2 bölünsün 2. Üstə gəlsin z bölünsün 2 bərabərdir 1. Bu müstəvinin tənliyidir. Həm də təkrar olsun. Və buradan sadələşmə aparsam, yəni məqsədim nədir? Müstəvinin tənliyi yazandan sonra nöqtədən müstəviyə qədər məsafəni tapmaq. Vəssalam. Çox rahatlıqla o düsturları var. Yəni düsturdan istifadə edib rahatla tapmaq olar. O sadələşdirsə mənfi 2 olacaq. Mənfi 2x bölünsün 3/2. Üstə gəlsin 2y bölünsün 3/2. Üstə gəlsin z bölünsün 2 bərabərdir 1. Hər tərəfi 3/2 geçsin diye, burada 2 var, o da geçsin diye 6/2'ye vursam, 6/2'ye vursam, 6/2'ye vursam ne alaram? İkiler gidecek mənfi 4. Bak mənfisine bırak. Daha rahat olsun. Mənfi 6/2'ye vuranda burada olacak 4x çıxılsın. Yine bunlar gelecek 4y. Buradan gelecek olacak çıxılsın 3/2 z. Burada keçidərəm sağ tərəfə. Üstə gəlinsin 6/2 bərabərdir 0 tənliyin alır. Gözəl düşmür. Bilmirəm bu tərəflər. Yaxşı görükür. Müstəvinin tənliyi artıq budur. Yəni müstəvinin tənliyi burada yazım. 4x çıxılsın 4y. Çıxılsın 3/2 z. Üstə gəlsin 6/2 bərabərdir 0. Müstəvinin tənliyidir. Müstəvinin tənliyinə görə bu A'dır.
Bu B'dir. Bu C'dir. Bu da D'dir. Artıq biz bu nöqtədən, yəni verilən 3 kök haqqda 2 bölünsün 2 nöqtəsindən, 0,0 nöqtəsindən müstəviyə qədər məsafəni çox rahatlıqla tapa bilərik. Deməli, məsafə B bərabərdir bu məsafə. Yəni, buradan bura qədər məsafə. Yəni, bu ki, bura gələcək idi. Bunu başqa cür etmək vardı. Həmin məsafə çox rahatlıqla modulda AX0, yəni bu A vurulsun, bu 4 vurulsun, 3 kökdə 2 bölünsün 2, üstə gəlsin. B Y0 0'dır, Z0 0'dır. Deməli, bu da 0 olacaq, üstə gəlsin. Bu da 0 olacaq, üstə gəlsin D. 6 kökdə 2 bölünsün kök altda olur da A kvadrat, üstə gəlsin B kvadrat, üstə gəlsin C kvadrat. A kvadrat, üstə gəlsin B kvadrat, üstə gəlsin C kvadrat olur. Deməli, 4'ün kvadratı üstə gəlsin mənfi 4'ün kvadratı, üstə gəlsin 3 kökdə 2'nin kvadratı. Bu da hesablasıq rahatlıqla. Bunlar gedəcək 12 kökdə 2 bölünsün, 12 kökdə 2 bölünsün, kök altda 50 olacaq. Bu da eləyəcək 2,4. Diqqətinizə görə təşəkkürlər.